Xəşil çalmaqdan qorxanlar bu videoya baxandan sonra çox asanlıqla xəşil çalacaq. Azərbaycan mətbəxinin milli yeməklərindən olan xəşil soyuq ayların ən vazgeçilməz yeməklərindən. Qazın üzərinə qalın qazanda 2 stəkan su əlavə edib qaynadıqda duz əlavə edirəm. 1 stəkan unu ələkdən keçirərək əlavə edirəm. Ələkdən keçirərkən düyünlərin azalır. Sizə xəşili isti suda çalmaq qətiyyən qorxutmasın. İlk olaraq düyünlər olacaq. Sadəcə olaraq çırpıcı ilə açanda düyünlər azalır və xəşil bişməyə doğru gedəndə qarışdırdıqca o düyünlər açılacaq. Qətiyyən isti suda xəşil çalmaqdan qorxmayın, çünki əsl xəşil isti suda çalınır. Soyuq suda çalınan xəşil çox asan başa gəlir, ancaq dad olaraq qeyd edək ki, o dadı vermir. Xəşili onun davamını hamısını əlavə etdikdən sonra ocağın üzərinə dəmir qoyuram. Dəmirin üzərində təxminən 40 dəqiqə müddətində xəşili vamodda ara sıra ağzını örtərək qarışdıraraq bişirməyə davam edirəm. Xəşili adətən qarışdırarkən taxta qaşıq və yaxud da oxleydən istifadə olunur. Xəşil çox qarışdırılmalıdır ki, içərisindəki düyünlər qalmasın. 40 dəqiqə tamam olduqda artıq bizim xəşilimiz də hazır olur. Qaba əlavə etdikdən sonra üzərinə ərinmiş bol kərə yağı və bəhməz istifadə olunur. Biz tərəfdə bəhməz deyilir və sizin bölgədə necə deyilir, onu yorumlar hissəsində yaza bilərsiniz. Əgər bu cür videolardan xəbərdar olmaq istəyirsinizsə, kanala like atıb abunə olmağı unutmayın. Videom xoşunuza gəldisə, yaxınlarınızla da bölüşərək kanala dəstək ola bilərsiniz. İnanıram ki, video reseptimi çox bəyəndi. Əgər bəyəndiysəz, yorumlar hissəsində qeyd edin. İzlədiyiniz üçün təşəkkür edirəm. Əməyə xatir videonun sonundakı bəyən butonuna basmağı unutmayın. Kanala abunə olaraq da digər videolardan xəbərdar ola bilərsiniz. Dadlı və ləzzətli reseptlər üçün izləmədə qalın. Hələlik.